Son illər taksilərlə bağlı yeni qanunlar qüvvəyə mindi. Taksilərə postterminalların quraşdırılması da tələb kimi qarşıya qoyuldu. Bundan bağlı qərar ötən il iyulun 1-də qüvvəyə minib. Ancaq hələ də əksər taksi şirkətləri nağdsız gediş haqqı tətbiqində maraqlı deyil. Niyə taksilərdə postterminal quraşdırılmır? Ödənişlə bağlı sürücü, sərnişin mübahisələrinə nə vaxt son qoyulacaq? Sıradakı sujetdə bu suallara cavab axtarılıb. Ölkəmizdə taksilərdə ən çox yaşanan problemlərdən biri də nağdsız ödənişlərdir. Paytaxtda fəaliyyət göstərən ağ-qırmızı taksilərdə postterminal quraşdırılsa da, digər taksilərdə bundan söz belə gedə bilməz. Əksər hallarda sürücü sərnişindən gediş haqqını ya kartdan karta atmasını, ya da nağd pul yoxdursa sifarişi ləğv etməsini istəyir. Bu da sərnişin və sürücü arasında bir çox hallarda mübahisələrə səbəb olur. Ödəniş kart eləmişdim. Taksi dedi ki, sifarişi ləğv et, mənim kartıma at, postterminal olsa yaxşı olur. Sizə deyiblərmi ki, kartımızı atın? Çox deyiblər. Amma mən atmamışam. Görürsən ki, 2 manat neçə qəpik yazır. Sən qəpikin yerinə götürürsən, 3 manat verirsən. Postterminallar taksilərdə quraşdırılsa bizim işimiz daha da asanlaşar. Ekspertlər deyir ki, postterminalla ödəniş bəzi problemləri aradan qaldıracaq. Dəfələrlə də görürük ki, taksi sürücüləri müştəridən zəng edib soruşurlar ki, ödəniş kartladır. Deyirsən, bəli, onda deyir ki, xahiş edirəm imtina ver. Taksi sürücülərinin bu çayboy dedikləri, o xırda qalıq falan pullar aradan qalxmış olacaq. Yerli müştərilərdən əlavə xarici qonaqlar var, turistlər var. Gələn gedən olur. Onlar da əlbəttə kartla ödənişi daha çox üstün tuturlar. Əgər biz bugün ictimai nəqliyyatda kartdan istifadə, bank kartlarından istifadədən danışırıqsa, taksi də ictimai nəqliyyatın bir növüdür və burada da bu məsələ təmin olunmalıdır. Taksilərdə postterminallar niyə quraşdırılmır sualı ilə Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, əvvəlcə taksi minik avtomobillərinə bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş video kameraları quraşdırılmalıdır. Eyni zamanda hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün postterminal da olmalıdır. Bununla bağlı ayna tərəfindən müvafiq işlər görülür. Mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunur.